Bakının Sovetski məhəlləsində bu günlərdə yenə gecə-gündüz söküntü işləri gedir. Künc-bucaqda dayanan sakinlər isə uşaqlıq xatirələrinin bağlı olduğu binaların necə uçurulduğuna baxırlar. Növbənin onlara da çatacağını bilərək. Cəmaatın fağır-mağırın qapısını döyürlər. Hə, indi də. Qaçırdılar. İndi də. O qonşu var, deyir, advokat tutacaq. Kim ki çatır alırlar, satmayan kimi də qox-qoxla. Satmayanda nə tək içəri qaldı cəmaat. Elə də qalacaq, vəssalam. Bakının Yasamal rayonundakı Sovetski məhəlləsi İçəri şəhərin davamı olaraq tanınır və Bayır şəhərdə adlandırılır. Burada yaşı 100 ildən çox olan tarixi binalar, hamamlar, muzeylər var. Məsələn, bir əsrdən çox yaşı olan bu məscidin yanındakı ev kimi. Dava olanda, atışlarla, mənim ulu babam da Ağdadaş. Burada atışıblar, güllələr yerini də göstərir üstəmə. Yəni ki, qoçular birləşirlər, qoruyublar şəhəri. Bu uşaqlığımız burada keçirdir. Bunu hər daşı, hər bir yeri bizə şirindir. İndi burada harası gedəsən, o dəhşət bir şey. Bir ki, hansısa bir adıya atırlar səni. Zahidə Əzizova Bayır şəhəri qoruyaq təşəbbüs qrupunun rəhbəridir. O, söküntü işləri başlayandan Səksəkədə yaşayır, tarixi binaların keşiyini çəkir. İxtisasca hüquqşünas olan Zahidə Əzizova təqaüdə çıxsa da indi missiyam Sovetskini qorumaqda deyir. O, 300-ə yaxın sakindən imza toplamaqda iştirak edib, prezidentə məktub yazıb, nazirliklərə, bütün rəsmi qurumlara şikayətlər göndərib. Amma deyir, nəticəsi yoxdur. Evlərdə işləyən, ev təmizləyicilərdən, simişka satandan, hər şeydən vergi tutulur və bu verginin puludur, büdcənin pulu və bu büdcədən siz təmir eləmişsiniz, amma indi də gəlmişsiniz təmir olunan evləri sökürsünüz, adını da qoyursunuz qəzalı vəziyyətdə. Mən sual vermişəm mətbuat vasitəsilə, açıqlama vermirlər. Deyirəm, əgər evlər qəzalı idisə, niyə təmir elədiniz? Büdcənin pulunu niyə sərf elədiniz? Zahidə Əzizovanın dediyinə görə insanlara təzyiq etmək məqsədi ilə xəbərdarlıq edilmədən qaz, işıq, su kəsilir. Evi ondan xəbərsiz sökülər deyə uzaq yerə gedə bilməyənlər var. Deyir, ərazidə naməlum şəxslər aktiv sakinləri izləyir, evlərini kameraya çəkir. Zahidə Əzizova son bir neçə ayın belə keçdiyini söylüyor. Gəlmişsən, qapını döydün, evdə olmadıq. Sən sabah deyə bilərdin ki, mən səhv gəlmişdim, ünvan. Amma bu kameraları çəkməyinizin anlamı nədir? Bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətindən bildirilib ki, ancaq şəhərin görkəminə xələl gətirən binalar sökülür və bu proses tarixi binalara zərər vermədən aparılır. Açıqlamaya görə ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanır. Qəzalı tikillər söküldükdən sonra memarlıq dəyəri olan tikillərin bərpası, restavrasiyası və s. planlanır. Sovetskinin sökülməsinə 2014-cü ildən başlanıb. İctimaiyyət, yerli sakinlər nə qədər etiraz etsələr də söküntü işləri axsamayıb. 2019-cu ildə həmin ərazidə mərkəzi park salınması ilə işlərin birinci hissəsi sona çatıb. İndiki söküntünün də sözügedən parkın ikinci hissəsinin tikilməsi ilə əlaqədar olduğu deyilir. Qapımız qaldı, nə qədər çıxındır? Bu günlərdə dağıntılar altında qalan Sovetskidə bircə şən olan uşaqlardır. Qayğısızca oyunlarına davam edirlər. Bugün Azərbaycan oyununa baxacaqsan. Göstərən eşidirəm, aray vermirəm. Yaxşı eləyirəm. Qışqırma. Qışqırma. Ay kişi! Polis gəlir. Göstərən eşidirəm, aray vermirəm. Göstər. Burada torpağında iş görülməsin. Onu saxla işi. Gördüyünüz bu ərazi Bababı xanımın ərazisidir ki, Mənim evimi söktülər. Məhkəmənin qərarları ola. İndi gəl də burada iş aparırlar. Baxın, ay cəmal. Prokuraturada işləri, məhkəmədə işləri, inzibati məhkəmə işləri, burada yaşayan cəmaat burada yaşayır. Orada mənim çıxarışlı torpağımı zəbt edib iş görülə vicdansızlar. Allah bunların bəlasını versin. 102-yə zəngiləmişəm polisə. Gəlsin, 26-cı gün eləyirlər burada ki, heç kim işdə olmayan vaxtında hamısı. Göstərən eşidirəm, aray vermirəm. yaxşı eləyirəm. Qışqırma. Qışqırma. Ay kişi!
polis gəlir. Sizin kitabınız bağlandı. Miyatsum kitabı bağlandı.